Salam əleykum əziz izləyicilərimiz. Mübarək Ramazan ayının gəlişi münasibətilə sizləri təbrik edirəm. Ümid edirəm ki, bu ayda Allah Taala nemətlərini və ilahi rəhmətini bizdən əsirgəməsin və bu ay səbəb olsun ki, biz öz mərifətimizi, biliyimizi və imanımızı və Allaha olan yaxınlığımızı daha da çoxaldaq. Bildiyiniz kimi 2026-cı ilin fevralında ayın 13-dən ayın 15-nə kimi Münhendə təhlükəsizlik konfransı və ya həmən Munich Security konfrans keçirildi və qeyd edim ki, ilk öncə İran İslam Respublikasının Xarici İşlər Naziri Doktor Ərakçi və bir neçə digər şəxs də ora dəvət olunmuşdular, amma sonradan ölkə daxilində ixtişaşlar baş verdikdən sonra onlar dəvətlərini geri aldılar və İran İslam Respublikasının bu konferansda iştirak etməməsinə şahid oldu. Amma məsələ bununla da bitmir. Onlar İran İslam Respublikası, yəni bu ölkənin qanuni dövlətinin nümayəndələrinin əvəzinə digər şəxsləri dəvət etdilər. İrandan qovulmuş və devrilmiş şahın oğlu, yəni Rıza Pəhləvi və onunla bir digər şəxslər də ora dəvət olunmuşdular. Sanki onlar İranın müxalifətçiləri kimi orada iştirak etdilər. Və Rıza Pəhləvi Avropada yaşayan İranlılardan dəvət etdi ki, orada bir toplantıda iştirak etsinlər, bir mitinq yaratdılar. Münhendə Derzenvayz meydanında toplanıb İran İslam Respublikasının əleyhinə şüar verib, şahın oğlu, yəni Rıza Pəhləvini dəstəkləmələri üçün. Təbii ki, yəni bunun arxasında da Avropa dövlətləri və qərb ölkələri var idi. Amma məqsəd nədir? Yəni İran İslam Respublikasının nümayəndələrini dəvət etməyib, Rıza Pəhləvini, ixtişaşçıları dəstəkləyənləri dəvət edib, orada onlar üçün miting hazırlamağın məqsədi təbii ki, yalnız bir şeydir, o da İran İslam Respublikasına təzyiq göstərməkdir. Baxın, onlar ölkə daxilində 12 günlük savaş gördülər İsrail əli ilə və məğlub oldular. Ondan sonra təzyiqləri artdılar. Sonra ixtişaşlar baş verdi elə bir ay bundan öncə idi təxminən və onda da məğlub oldular. Və sonra gəldilər Körfəzdə, dənizdə, ətrafda güclü hərbi hazırlıqlar gördülər, donanmalar gətirdilər. Yenə də məğlub oldular, çünki İran İslam Respublikası qorxmadı, möhkəm dayandı və öz sözünü yenə dedi. Və müharibəyə olan hazırlığını və qorxmazlığını bir daha göstərdi. Və ona görə də onlar yenə də planları iflasa uğrayıb və təzyiq üçün bu Münhendəki olan konferansda İran dəvət etməmək və ixtişaşçılar dəvət etməklə istədilər ki, göstərsinlər. İndi orada nə qədər iştirak etmişdi? Bunların öz iddialarına görə deyirlər ki, 250 min, bəziləri deyirlər ki, 130 min adam iştirak etmişdi. Amma siz baxın, orada Münhendə Derzenvayz meydanında çox rahat şəkildə bir araşdırma ilə əldə etmək olur ki, 420 min nəfərlik meydandır. Yəni bütün toplantı orada 420 min nəfər insan əgər də olsa ora sıxa bilər. Amma bunlar nə qədər idilər? Görüntülərə baxanda görürük ki, çox gülünc bir səhnənin şahidi oluruq. Heç meydanın 5də birini bunlar doldura bilməmişdilər. Ki, yəni göstərir ki, onlar iddia etdikləri rəqəminin hətta bəlkə onda biri belə deyildilər. Amma bununla da kifayətlənmir və bununla da bitmir məsələ burada. Siz oradakı toplantıya baxsınız, jurnalistlər gedib orada intervyu almaq istəyəndə və ya digər yerlərdən görürük ki, orada Suriyalı qaçqınlardan da var, Əfqanlardan da var, Ukraynalardan da var. Hətta, yəni belə deyim ki, 700 nəfər Azərbaycanlı da hətta orada var idi. Yəni İranlılar orada bəlkə də heç əksəriyyəti təşkil etmirlər, hətta orada azlıq idilər İranlılar. O qədər ki, digər ölkələrdən də gətirmişlər ki, orada cəmiyyəti çox göstərsinlər. Və yenə də deyirəm, bu ixtişaşlarda və hərbi fəaliyyətlər göstərməklə məğlub olan düşmənin çaşqın və səhv bir addımı idi. Baxın, İranda əsasən onların İranla düşmənçiliyi nədir? Bunun haqqında biz dəfələrlə danışmışıq, amma bir məsələ burada önəmlidir ki, Trump özündən öncəki prezidentlərdən fərqli olaraq
Onlar bəzən İranda insan hüquqları, qadın azadlıqları, demokratik seçkilərmi deyək, yoxsa yəni cəbhəsinə İran olduğu dəstəyi, yəni adı qoyub düşmənçilik etmək, bunların hamısını kənara qoyub və özünə məxsus ədəbiyyat və xarakter olduğu üçün açıq-aşkar deyib ki, İranın təslim olmasını istəyirik. Hətta İranda yəni biri var ki, təslim olsun, yəni biz deyənləri etsinlər və biz bu hakimiyyəti saxlayaq. Yox, bu birbaşa Donald Trump açıq-aşkar deyir ki, biz İranda çevriliş edib hakimiyyəti dəyişmək istəyirik. Niyə? Çünki düşünürlər ki, bu hakimiyyət nə qədər ki, güc başında olsa və İranın idarəçiliyi onların əlində olsa, heç bir şey dəyişməyəcək və onların hədəfləri uğrunda İranda heç bir müsbət addım olmayacaq. Əsasən də onu danışmaq istəyirəm ki, onlar kimi götürüb kimi qoymaq istəyirlər. Yəni İranda devriliş edib hansı gücü və kimi devirib, kimi onun yerinə gətirmək istəyirlər. Baxın, İran İslam Respublikası 3 kəlmədir. İran bir ərazi bütövlüyüdür, hər bir ölkə kimi ki, coğrafiyadan asılıdır. Amma İslam Respublikası, bu ölkənin, bu qurumun, bu hakimiyyətin legitimliyini İslam və Cumhuriyyət baxımından, Respublika baxımından istəyirəm ki, araşdıraq. Baxın, 47 il bundan öncə burada inqilab oldu və dərhal, yəni 48 gün sonra referendum keçirildi. Xalqın 98,2%-ı İslam Respublikasına bəli səsi verdilər. Yəni xalqın böyük əksəriyyəti ilə 98% səsi ilə bu İslam Respublikası quruldu. Yəni bu demokratiyanın açıq-aşkar görüntüsüdür. Və o vaxtdan bəri də daima seçkilər baş verir İranda. Həmişə və həmişə görürük ki, heç vaxtda gecikmir və tezə də düşmür. Prezident seçkiləri keçirilir, parlament seçkiləri keçirilir, şəhər bələdiyyə seçkiləri, yəni bütün burada qurumlar prezidentdən aşağıya qədər hamısı seçkilərlə gəlir və artıq dünya da yavaş-yavaş bu seçkilərin düzgün və demokratik olduğunu etiraf etməyə məcbur olur. Yəni deyirlər ki, iştirakçıların sayısı yalan deyilmir, səslər və xalqın səs verməsi həqiqətən də düzgün olur və orada heç bir müdaxilə olmur və xalqın seçdiyi insanlar iş başına gəlirlər və hətta Azərbaycanda belə Doktor Pezeşkiyan prezident olduğu vaxtda istər-istəməz bir etiraf oldu buna. Yəni sevinirlər ki, bir Azərbaycanlı, bir türk dilli İranda prezident olub və xalq bunu seçib. İstər-istəməz bu seçkilərin düzgünlüyünə və dürüstlüyünə Azərbaycanda belə etiraf etdilər. Amma ola bilər bir şübhə olsun ki, var bu şübhə və ünvanlanır həmişə. Budur ki, ölkədə prezidentin ixtiyarları çox da açıq deyil və əsasən ölkədə rol daşıyan insan Ayətullah Xameneidir, yəni bu ölkənin rəhbəridir. Və o da xalqın seçimi ilə olmayıb və xalqın və ölkənin ən taleyüklü mərhələlərində əsasən Ayətullah Xamenei cənabları idarə edir və onun fikri və onun sözüdür ki, rol daşıyır. Bunu iddia edən şəxslər təbii ki, İranın daxilindən, İranın strukturundan və İranın siyasətindən və gedişatından anlayışları yoxdur. Çünki Ayətullah Xamenei bu ölkənin rəhbəridir və bu ölkədə rəhbəri kim seçir? Xobregan adında bir məclisdir, bir şuradır ki, onu da xalq seçir. Necədir? 88 müctəhid, din alimi, müxtəlif şəhərlərdən, yəni hər əyalətdən indi cəmiyyətin və ərazisin nəzərə alaraq bir ya neçə müctəhid namizəd olur və o məclisə, Xobregan məclisinə yol tapır. 88 nəfər, yəni İranın bütün əyalətlərindən müctəhidlər toplanırlar və orada rəhbər təyin edirlər və rəhbər təyin etdikdən sonra rəhbərin siyasətlərinə və işlərinə nəzarət edirlər. Yəni bunların vəzifəsi budur. Əgər rəhbər olmayan vaxt düzləşsələr, rəhbər təyin edirlər və rəhbər olan zamanda da rəhbərin işlərinə nəzarət edirlər. Necə ki, Ayətullah Xameneinin də Xobregan məclisi İmam Xumeyninin vəfatından sonra təyin etdi və İranın rəhbəri kimi adlandırdılar. Yəni baxın, bu ölkədə rəhbər belə xalqın öz səsi ilə və xalqın öz seçimi ilə iş başındadır və öz işinə hətta davam edir. Bu da açıq-aşkar demokratik legitimlidir ki, bu ölkədə biz görürük ki, var. Qərbin iddia etdiyi demokratiyanın və legitimliyin bütün faktları və bütün şərtləri
hal-hazırda İran İslam Respublikasında görünür. Bu dünyəvi baxımındandır. Yəni respublika, cumhuriyyəti görünür. Amma Trump'ın anlayışında bildiyimiz kimi digər bir legitim hakimiyyət də var. Kimisə devirib iş başına gələn hakimiyyət ya dövlət ya prezident əgər onların siyasətlərinə və onların istəklərinə, onların mənafeyinə xidmət edirsə, o da Trump üçün legitim bir dövlətdir. Baxın siz Bəşar Əsədi bütün dünya əl-ələ verdi və devirdi Suriyadan və ona diktator dedilər. Onu devirib Suriyanı azad etmək istədilər. Yerinə kim gəldi? Məhəmməd Zolani ya Əhməd Əşşara adında bir ki, qovluğunda 10 mindən çox səhifəli dosyalar var. Ki onun 15 mindən çox uşaq, qadın, yaşlı, cavan insanın ölümü onun öhdəsindədir. Yəni belə bir insanı onlar gətirib Suriyada diktator dedikləri Bəşar Əsədin yerinə qoyurlar və üçün onların mənafeyinə xidmət edir. Onlar üçün o legitimdir. Hətta biz görürük ki, Zolani və ya Əhməd Əşşara Vaşinqtona gedib Trump'la görüşəndə, Trump onun aşağıdan yuxarı süzür və deyir ki, nə yaraşıqlı kişidir bu və onunla da o legitimləşir. Hətta bu son olaylardan sonra bilmək də olmur ki, Trump o sözü Zolaniyə hansı niyyətlə demişdi. Amma bu ölkədə olan bütün o demokratik və xalqın seçimi olan bütün bir hakimiyyəti onlar qeyri-qanuni və ya qeyri-legitimliyini iddia edirlər. Bu cumhuriyyət baxımından ki, bu ölkənin məşruiyyəti və legitimliyini isbat edir. Amma dedik ki, İran İslam Respublikası, yəni İslam sözü də var orada. İslamın baxımından da istəsək ki, buranın və bu ölkənin legitimliyini biz tanıtdıraq xalqa. Baxın, İslamda, tövhiddə belə bir qanun var ki, hakimiyyət yalnız Allaha məxsusdur. Çünki Allah Taala bütün dünyanı və insanları yaradıb. Və o hakimiyyət məhz mən yaratmışam deyə mənimdir hakimiyyət deyil. Siz baxın, Allah Taala bu qədər planetləri, bu qədər dünyaları və bütün dünyada olan varlıqların hamısını yaradıb, amma insanı yaradanda Allah Taala özü ilə qürurdur və fətəbarəkallahu əhsənul xaliqin deyir özünə. Yəni Allah Taala insanı yaratmalı, insanın o qədər qəribə bir məxluq olduğunu görür və özü ilə qürur duyur ki, belə bir varlıq yaradıb. Siz baxın, neçə min il insanın yaranışığından keçir və hələdir, elm tam şəkildə insanı tanımır və daima insanın bədəninin üzvlərindən, bədənin müxtəlif orqanlarından və hətta insanın psixoloji baxımından olan xüsusiyyətlərindən kəşf etməkdədir və mütaliə etməkdədir. Bu qədər əcaib və bu qədər qəribə bir varlıq özünü idarə edə bilməz. Siz baxın, bir hansısa mürəkkəb və hansısa qəliz bir dəstgahı, aparatı siz hansısa bir şirkətdən alanda, təbii ki, siz öz qanunlarınızla onu idarə edə bilməzsiniz. O şirkətin və yaradan kampaniyanın dedikləri qanunlara əsasən onu idarə etməlisiniz. Ona görə təbiidir ki, insan bu qədər qəribə bir varlıq və bu qədər əcib və bu qədər mürəkkəb olan bir varlıq yaradanın qanunları ilə idarə olunmalıdır. Bu Allahın hakimiyyəti bu hakimiyyətdəndir. Sırf mən yaratmışam deyə mən hakim olmalıyam deyil. Və aydın məsələdir ki, Allah Taala gəlib yerdə nəuzubillah əyləşib dünyanı idarə edən deyil. Allah Taala peyğəmbərləri göndərdi ki, dünyada öz qanunlarını sürütsün. Və 124 min peyğəmbər gəldi. Sonuncu peyğəmbər də İslam peyğəmbəri Həzrəti Məhəmməd sallallahu əleyhi idi və onunla da peyğəmbərlərin gəlişi sona çatdı və sonra adları bir-bir qeyd olunan və peyğəmbər tərəfindən deyilən 12 imam insanları Allah hakimiyyəti üçün, idarə etmək üçün Allah Taala imam göndərdi. 11 imam gəldi və həyatlarını itirəndən sonra və şəhadətə çatandan sonra 12-ci imam qeybət çəkildi. Və 12-ci imamın qeybətində təbii ki, onun nümayəndəsi və onun canişini bu müsəlmanları və bu dünyadakı olan haqq-sevərləri, Allah sevərləri idarə etməlidir. Və biz deyirik ki, bu canişin və nümayəndə Ayətullah Xamenei cənablardır. Siz baxın, imam zamanında kimsə gedib desə ki, 88 müctəhid, din adamı, alim yığışıblar bir yerə və öz aralarında ən çox imanlı, ən çox Allahdan qorxan,
ən çox siyasi biliyi olan və ən çox mömini və qorxmazını biz seçib özümüz üçün rəhbər təyin etmişik. Təbii ki, İmam Zaman onunla müxalifət etməz və onların 88 din aliminin seçdiyi insanı qəbul edər. Bu da İslami baxımından legitimliyidir ki, bu ölkədə görür ki, həm İslam, həm Cumhuriyyət necə də düzgün şəkildə qorunur. Biz iddia edirik ki, Ayətullah Xameneyi İslam qanunlarıyla, Allahın tapşırdığı qanunlarla gedir. Təbii ki, Trump kimi bir cinayətkar, Trump kimi bir pedofil və pozğun bir insan Allah Taala'nın dedikləri qanunlarla bu dünyanı idarə edə bilməz. Yəni, təbiidir ki, Ayətullah Xameneyi kimi bir şəxs bu dünyada rəhbər kimi təyin olunmalıdır. Və niyə Trump'ın adını çəkirəm? Çünki baxın, biz görürük ki, İslam Respublikasının qanuni və onun legitimliyi və xalqın səsinin üzərində, xalqın seçimi üzərində qurulduğundan danışdıq. Amma Trump istəyir ki, bu hakimiyyəti tam şəkildə devirsin və yerinə Rıza Pəhləvin gətirsin. Rıza Pəhləvi kimdir? İranda qaçmış, İran xalqının qovladığı bir şahın oğludur. Xüsusiyyətləri nədir? Şahın oğludur. Başqa nə bacarığı var? Heç bir şey. Yəni, niyə bu insan gəlsin İrana? Çünki şahın oğludur. Biz hansı dövrdə yaşayırıq? Çünki bu qədimdə gördünüz də bir 40, 50, 60 yaşda bir şah ölürdü, ya müharibələrdə öldürülürdü və gəlirdilər 9-10 yaşda onun uşağın təyin edirdilər ki, bu bizim şahımızdır. Niyə? Çünki ölən şahın oğludur. Yəni, bu hansı qanundur? Bunun hansı xüsusiyyəti, onun hansı bacarığı səbəb oldu ki, o gəlib bir xalqa rəhbərlik etsin? Heç nə, məhz atası şah olduğuna görə. Və baxın, xalqın seçimi ilə qurulan bir hakimiyyəti devirib şahın oğlunu gətirmək istəyirlər. Hansı şah? O şah ki, atası da öldü və o onun yerinə gəldi və atasını da ingilislər gətirib bu ölkədə hakimiyyətə gətirdilər. Yəni, onu da xalqın istəyirlər, onun özü də xalqın seçimi ilə gəlməmişdi. Ümumiyyətlə, bu sülaləni ingilislər gətirib bir anda hakimiyyətə gətirmişlər. Kaş ki, sırf bir adi bir insan olaydı. Yəni, adi bir, deyək ki, həkim, adi bir professor, heç bir xüsusiyyəti yoxdur bir insanın. Bu müsbət xüsusiyyəti yoxdur. Hətta mən hazıram bir veriliş tam şəkildə bunun üçün ayıraq ki, hansı müəyyən faktorlar olmalıdır ki, bir insan bir ölkənin rəhbəri olsun, hamısı bu Rıza Pəhləvidə mənfidir. Hamısı onda nöqsandır və əsasən də bu normal bir insan deyil. Siz baxın, bu adamın arvadı neçə aylarla özgə bir kişilərlə gedir, özü üçün səfərə, səyahətə və gəzir və ona bu məsələni deyəndə deyir ki, mən açıq fikirli insana və bu məsələ məni narahat etmir. Yəni, bu insan normal bir insan da deyil, çox öz istəyirəm ifadəm üçün, bu insan binamus bir insandır. Və onu gətirib elə bir xalqa istəyirlər hakim etsinlər ki, bu xalq 47 ildir zülmə qarşı əyilmir. Bu xalq İmam Hüseynçi xalqdır. Bu xalq abırlı, namuslu, ailə tanıyan və necə deyərlər, ailə qanunlarına, İslam qanunlarına və azad insan qanunlarına hörmət qoyan və o yolla gedən bir xalqdır. Onlara istəyirlər belə bir pozğun və yolunu azmış bir insan gətirib hakim etsinlər. Özü də necə Ayətullah Xameneyi kimi bir insanı devirib gətirmək istəyirlər. Hansı ki, dünya şöhrətli bir rəhbərdir. Hansı ki, bütün dünyadakı azadsevər xalqların bu insana simpatiyası var. Hansı ki, biz görürük ki, heç bir şeydən qorxmur və dünyadakı bütün məzlumlar, bütün haqsevərlər hal-hazırda Ayətullah Xameneydən danışıb, onun haqqında danışanda qürurla və şərəflə söhbət edirlər. Belə bir alicənab insan devirib, elə bir alçaq insanı mı gətirmək istəyirlər? Bəzən olur ki, bir ölkədə boşluqlar olur, xaos yaranır və ya zəif bir hakimiyyət vaxtı olur. Bəli, onda məsəl üçün bunlar nəsə edib devirib, hansısa öz istədikləri adamı hakimiyyətə gətirə bilərlər. Amma İslam Respublikasının bu qədər əzəmətli bir rəhbəri və bu cürə möhkəm dayaqları və strukturları olarkən devirib, onun yerinə Pəhləvin gətirmək istəyirlər. Adam mı tapmadınız? Yəni, ola bilər bəzən bir prestijli, bəzən bir karizmatik rəhbər axtaranda bunların alternativləri olmasın. Amma rəhbərlikdən keçib, karizmadan keçib, prestijdən keçib, yəni insan deyil bu Pəhləvi. İnsan mı tapa bilmədilər ki, Pəhləvini gətirib İranın müxalifətçiləri və ya devrəndən sonra hakimiyyətə gətirmək istədikləri bir alternativ kimi təqdim edirlər.
Bu çox gülünc məsələdir. Təxminən bir aydır ki, Trump daima elə bir gün yoxdur ki, İranı hədələməsin. Elə bir gün yoxdur ki, hərbi fəaliyyətlər, hərbi təyyarələr yaxın şərqə və İran ətrafına tərəf gətirilməsin. Donanmalar bildiyiniz kimi çoxalır. Birinci Nikon Abraham donanmasını gətirdilər və hal-hazırda da ikinci, yəni Gerald Ford donanması da İrana tərəf yaxınlaşır. Hər gün ABŞ başçıları, başda Donald Trump olmaqla daima İranı təhdid edirlər. Bu təhdidlər başlayan gündən bu günə qədər Ayətullah Xamenei 5 dəfə açıq-aşkar çıxıb və xalq arasında çıxış edib. Bunu kəssə deyirəm ki, onun bunkerdə sığındığını iddia edirlər. 5 dəfə bu təhdidlər başlayandan bəri bu bir ayda Ayətullah Xamenei çıxıb öncədən elan olunur. Yəni neçə gün qabaqdan deyilir ki, Ayətullah Xamenei filan gündə, filan tarixdə, filan saatda öz Hüseyniyyəsində xalqla görüşəcək və çıxış edəcək. Çıxır və çıxışını edir. Hətta İmam Xümeyninin hərəmində ziyarətinə getdi. Belə deyirlər, heç bir şeydən qorxmur. Amma qarşı tərəfdə Pəhləvin göyü ki, Münhendə, yəni İrandan minlərlə kilometr arada gedir, gülə keçirilməz şüşənin arxasından çıxış edir ki, məbadə orada hansısa bir təhlükə onu hədələsin. Və bu qədər fərq çoxdur və istəsək hər hansı bir baxış bucağından bu məsələyə baxsaq, görərik ki, fərq göylər qədərdir. Rıza Pəhləvi kimi alçaq bir insanla Ayətullah Xamenei kimi əzəmətli bir insan arasında. Və əsasən də, yəni Vəli Fəqihin, yəni İmam Zamanın zanişinin şərtlərindən də biri qorxmazlıq olsun. Nə malından, nə canından, nə digər bir şeydən qorxmasın və yalnız Allahdan qorxsun. Və əsasən də görürük ki, necə də bu insan elədir. Baxın, biz təhdidlərdən danışanda biz görürük ki, bəli, hərbi fəaliyyətlər çoxdur, biz görürük ki, təhdidlər çoxdur, amma heç kəs Ayətullah Xamenei qədər təhdidin nə qədər ciddi olduğunu, hansı dərəcədə olduğunu başa düşmür. Təbii ki, bu ölkənin rəhbəridir. Bütün hərbi ekspertlər ona izah edirlər ki, nələr baş verə bilər və təhdidlərin hamısını bizdən daha yaxşı bilir. Onunla rəğmən görürük ki, necə şücaətli şəkildə çıxıb daima öz çıxışlarını edir, xalqına ruhiyyə verir və bu duruşunu və bu müqavimətini qabağa aparır və dünyaya meydan oxuyur. Hətta görürük ki, deyir ki, bəli, özlərini dünya hegemonu sayanlar, özlərini dünyada ən güclü ordu bilənlər bilsinlər, bəzən dünyanın ən güclü ordusu belə elə bir şillə yeyər ki, artıq ayağa qalxa bilməsin. Bunu Ayətullah Xamenei dedi. Trumpa deyirdi onu. Və hətta dedi ki, bəli, hərbi gəmilər təhlükəli dəstgahlardır, amma ondan da təhlükəli olan o dəstgahları, o gəmiləri suyun dibinə, dənizlərin dibinə göndərən silahdır. Baxın, bir şey deyim sizə, bütün dünya rəhbərlərinin arzusudur ki, bir gün bu sözləri ABŞ-a qarşı deyə bilsin. Amma yalnız və yalnız bir insan var ki, bu sözləri şücaətli şəkildə deyə bilir. O da Ayətullah Xamenei. Söhbətimiz bu qədər idi. İnşallah ki, faydalı olardı. Bu mübarək ayda və bu əziz günlərdə dualarınızda bizi əsirgəməyin. İnşallah digər bir söhbətə qədər Allaha əmanət olun. Sağ olun.